Ulu Tanrı'nın adıyla. Bu günləri Allaha şükr eləyərək Cəhalət mühəndisliğinə qələbənin 272-ci bölümün başlayıram. Buradan bildiyinizə görə 500-ə yaxın, şayət də 500-dən çox türkcə əl yazma, əski, yəni neçə yüzillik kitablar türk dilində, müxtəlif ləhcələrdə, Azərbaycan türkçəsində, Osmanlı türkçəsində ya Türkiyə türkçəsində və Cığatay ləhcəsində, türkçəsində kitablar tanıdım və çox sevinirəm ki, bunlarla da tanış oldum, yəni. Ərz edeyim ki, hər bir kitabla ki, tanış oluram mən şəxsən. Bu cəhalət mühəndislikləri yaratdığı 250 illik dünyasından o qədər uzaqlaşıram və şərq insanı, özəlliklə türk insanı anlayışına, görüşünə, inancına, baxışına, hüququna, siyasətinə, ixtiralarına, iktişaflarına iman gətirirəm və o qədər öz milli kimliyimə çox inanıram. Gedək bu günləri görək ki, kitablardan hansısı bizim şansımıza çıxacaqdır və biz ondan eləyə biləcəyik ki, dahi türklərin yaratdığı uyğarlıqlarda dərinləşək. Gedək bir dənə kitab burada görürəm, roman yazıbdır, ehtimalən roman olacaqdır. Amma biz keçən səfər bir dənə roman oxuduq, əgər xatırımda olsa, düz olsa xatırımızda, Həccac haqqında bir romanla qarşılaşdıq ki, çox da gözəl bir tarixi roman idi. Mən onu demək olar ki, çox sevdim. Roman əlbəttə çox qədimi, ömrü yox idi. Mən əgər bildiyim şey olsa, tarixi yox idi onun. Odur ki, axtardıq, xududən 400 ildən az olardı onun ömrü. Amma bu kitab şimdi açdıq, bir dənə də yanında təzəşdən bir roman açaq, görək ki, bu iki roman nə haqda olacaqlar, bunları başlayaq. Odur ki, diqqət edirsiniz, mən kitabları dəyişdirirəm, hər ikisi də Fransədə olmalıdır və Fransədə qalmalıdır. Təəssüflə bizim əlimizdə deyirlər. Kran-ı Həbəşi. Kran-ı Həbəşi deyə ehtimalən bu kitabın adıdır. Bu kitab Fransədə saxlanır. Bu qədərən bildik. Fransız bilmədiyimiz üçün bunları oxumuram. Kitabın zahirən 1978-də ehtimalən bu gedibdir, Fransaya yetişibdir. Ehtimalən, çünki tarixləri də bilmirəm ki, bu tarixdir ya tarix deyil, amma onun üzü ilə. Kitab yenə də fotokopudur. Yəni, qərəlığından və şeyin rəngi düşməkdən görürük ki, burada göründüyünə əsasən 180 səhifədir. Amma elə bu iki səhifəni açanda görürük ki, kitab hər səhifəsində 2 dənə, PDF-in hər səhifəsi 2 dənə kitabın səhifəsinin əksin tutur. Buna baxanda gərək bunu qataq 2-yə, deyək ki, bu 360 səhifəlik bir kitabla qarşı-qarşıya gəlirik. Türkcəsini burada görürük, yazılıbdır 1327, burada görürəm yazılıb, amma nədir, onu bilmirəm. Burada da aşağıda yenə də 16 Yegüli 1800 o neçədir? 8 bir dənə də orada görürəm. Ehtimalən 98 olacaqdı ya, nə mənə onu oxuya bilmədim. Qeydib baxarıq əlbəttə. Kitabın həmişəşirə əvvəl təlaş edirik ki, baxaq, çalışırıq, baxaq ki,
kitabın səfələri, kağızı nə cür qalıbdır. Amma tüm bu fotokopidə çox görünməyəcəkdir. Onun üçün də bunun üstündə çox getməyəcəyəm irəli. Sadəcə təəssüflə görürsünüz, bu fotokopi olduğu üçün bəzi yerlərdə rəngi az düşüb, bəzi yerlərdə çox düşübdür. Bəlkə onlar ki, rəngi azdır, onlar qırmızıdırlar əsli kitabda. Gördüyünüz kimi kitab bu şəkildədir, türkcə yazıdır və əl yazısıdır. Dövrəsinə cizgi çəkiblər, amma bu cizgi diqqət eləsəz, görərsiniz ki, birinci səhifədə yoxdur, ikinci səhifədə biraz yekədir hətta və biraz da elə bir məsələn yanında nəqqaşı çəkiblər, amma üçüncü səhifədə elə təqribən o şəkildə davam edib. Yəni bəli, o şəkildə bir səhifədə onun qırağına gül kimi çəkiblər. Onlar da ki, rəngi az görsənir, nəzərimə onlar qırmızıdırlar, çünki təkrar oldu. Əsli kitabda bəllidir, yazıların bəzisinin üstündə, məsələn, burada Keyhanşah deyə bir adın üstündə, başı üstündə bir xətt çəkiblər. Ehtimalən onlarda qırmızı olalar, çünki yenə rəhləri az görsənir. Kitab fotokopi olduğuna biz bundan o qəd görməyəcəyik ki, nədir. Amma bu ortasında o qərəniş görürük. Mən bilmirəm o qərə əcəba kitabın qalinliyinə görə səhifələr açılmır, ona görə qərə düşübdür, yoxsa cırılıbdır qərə düşübdür. Onu görmədiyimiz üçün bir şey deyə bilmirəm. Kitabı biraz sürətini çoxaldıram. Hər səfəni biz burada görə bilək deyə. Biraz da yekətdim ki, şey olsun. O qırmızılar nədən ötürüdür? Əgər roman olsa, yəni indi burada şəkkə düşürəm ki, əcəba bu romandır, roman deyil. Bəzi yerdə o qədər onların rəngi azalıbdır ki, elə bir məsələn arxadakı səhifədə, amma arxadakı səhifə deyil. Bu səhifənin özündədir, amma hələ görsənmir, çünki çox rəngi solğundur. Çox gözəl bir xətt ilə yazılıbdır. Niyə ki, xəttin gözəlliyini buradan təşxis veririk. Mən eləyə bilirəm bu xətti oxuyam, anlayam, anlaşaq kitabla bərabər. O mənim üstümdə çoxlu təsir qoyacaqdır. Kitabın sonunda bir tarix görürəm, onu oxumaqla başlayaq, görək kitab nə haqdadır. Sonra Xorasanə və Mərain və Gərdüdüb Deməşqə gəldilər. Bu nə deməkdir? Geri dönüb, ehtimalən geri dönüb olacaqdır. Geri dönüb Deməşqə gəldilər və anda olub padişahlıq ilə ruzigar sürərlərdi və kəndisi güzəştlərin təvarix əhlinə edib anlar dahi yazdılar və bunlar bu fani dünyadan ahirətə getdilər və dahi gəlib bu mehnət evində sakin oldular, amma ki vəfa bulmədilər. Qəd təmmə hazəl kitab ən yədi əbd zəif vəl fuqəran səni-i tis'ə və 20 və əlif. Əvvəl bunun kitabın adını hələ filan burada yazmır, o qalsın. Tarixin yazaq. Səni-i tis'ə və 20 və əlif. Əgər səhv eləmirsən, tis'ə olacaqdır. Burada bir səhifə açaq Google-də. Bunu çevirək türkcə, ərəbcə hərflərə. Tis'ə. Görək ki, bunu bilmədi. Gələk bunu yazaq tiscə. Görək ki, nə deyir. Tis'ə və 9, elə özü yazdı. Burada heç ehtiyacı yoxdur ki, başqa bir yerə gedək. 1029. Kitab 1029 Hicri qəməridə
qurtarıbdır. Tamam. İndi bu kitabı nəql etdiyimiz bu kitabı indi bir yerdən alıbdır, onu istəyir. Nəql etdiyimiz, yəni ki, bir ayrı kitabdan oxuyubdur, nəql eləyibdir, onu şey eləyibdir. Bu kitabı nəql etdiyimiz kitab Qur'an-ı Həbəşi ya Qıran-ı Həbəşi 942 sənəsində yazılmış. Pəs bu kitab Qıran-ı Həbəşi Qur'an olmayacaqdır qətlən. Qıran-ı Həbsi, Qıran Həbsi. Həbəşi deyilmiş, nöqtəsi yoxdur. Kitab Qıran-ı Həbsi, kitabın adıdır ehtimalən. Yazaq bunu, ad, Qıran Həbsi. 942 sənəsində yazılmış. Aşağıda da onu 942-ni yazıbdır. Bu nüsxə tarixidir, nüsxə. Bu da 942 Hicri qəməridə əsl yazılmış. Romanı da yazaq burada. Görək nədir? Şeyx Səlman oğlu Əbdüləziz yazmış. Nüsxəçi öz adını yazmayıbdır. Yazar Şeyx Səlman oğlu Əbdüləziz. Tamam, bu da buradan belə görünür ki, kitabın nüsxəsi özündən. İndi 942 ilə bu romanın tarixini bir baxaq, görək ki, indi 1447-dir, bundan çıxsaq 942-ci ildə bu 505 il öncə yazılmışdır. 505 il öncə yazılmışdır. İndi əgər istəyək bunu görək ki, nüsxə ha zaman yazılıbdır. Yenə də onu bura getməliyik. Deyək ki, 1447, bundan çıxacaq 1029. 1029-da nüsxə yazılıbdır. Bu da 418 il öncə nüsxə yazılıb. Yəni, əgər diqqət eləsək, 500 il öncə Türk dünyasında, əlbəttə bundan da əski zamanlara, bilirsiniz, roman oxuduq bundan əski zamanlara, amma bu da 500 il, 505 il bundan öncə yazılmış bir romandır. Yenə qeydirik əvvəldən, baxaq görək ki, bu kitab nədir? Bu tarix gördünüz, burada yazıb, kitabxananın əlinə keçibdir. Burada kitabı görürük ki, o cür bir ad qoyublar və keçiniblər. Kitabın özünün içində görək ki, nələr yazıbdır cildin o birisi səhifəsində. Bu kitabı mərhum Topqapılı Mustafa Ağanın katibi Mustafa Əfəndi oxumuşdur. Əl-Vaqe 192 Mahi Səfərül Xeyr. Bu 192 olmayacaq. Bu nə? Fi sözüdür. Əl-Vaqe fi 19 Mahi Səfərül Xeyr 1067-də bunu oxuyubdur. Bu kitabı mərhum Topqapı İstanbulda paytaxtdır. Kaxın, Osmanlı Kaxının adıdır. Orada Topqapı deyirlər ora. Deyir ki, Topqapılı Mustafa Ağanın katibi, bunun özündə katibi varmış. Müsəlla Əfəndi ya Müsla Əfəndi oxumuşdur. Əl-Vaqi ha vaxt oxumuşdu 19 Mahi Səfəri 1067. Bu o zaman oxunubdur. Yəni kitab nüsxəni oxuyub bu əslində. Nüsxə 1029-da yazılmışdı. Bu 67-də o nüsxəni oxuyubdur. Mərhum Topqapılı, indi burada üstə ilə aşağıını fərqli yazdı. Üstə topu dəstəli T ilə yazmışı, burada da düz yazdı. Amma
qapını P ilə yazmışdı. Burada B ilə yazdı. Mərhum Topqapılı şəhidin ruhun ərvahi üzr istəyirəm. Ruhun 3 ixlas ilə bir Fatihə-i Şərif oxuyanın dünyəvi və uxrəvi muradı hasil ola. Allah rəhmət eləsin. Mən bir dənə oxuyayım. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Allahu səməd. Ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuven əhəd. Allah rəhmət eləsin, ruhu şad olsun. Uxrəvi muradı hasil ola. Yəni bu da burada tarix qoyubdur. 25-i Həccətül nəminədir. O cürsə oxuram. Bəlkə də ayrı bir şey ola, amma Həccətül 25-i sənəyi 1067. 1067-də hər halda bu adam oxuyubdur bu kitabı, orada da yazıbdır. Burada qıraqda bir şey yazıbdır və üstün qərəliyiblər. Bilmirik ki, kim qərəliyib bunu və nə amacla, hangi amacla bunu qərəliyibdir. Amma bunu oxumaq üçün bir şey gərək bu səhifəni biraz dolandıraq. Bəhi zəvaid ki kəndi əfəndün üçün yarandın. Bəhi zəvaid ki kəndi əfəndin üçün yarattın. Bir xeyrəvi rica etməsən, sənin küfrani nemət olduğu bundan məlumdur. Burada bir şey yazmışmış, onu silibdir. Bir xeyrəvi rica etməsən, sənin küfrani nemə olduğun bundan məlumdur. Bəhi zəvaidi ki kəndi əfəndin üçün yarattın, bir xeyrəvi rica etməsən, sənin küfrani nemə olduğun bundan məlumdur. Tamam, buranı da oxuduq. Görək bu əşyada bu nədir? Bu da zahirən yenə də gərək tərs oxuyaq bunu. Əgər oxuya bilsək, fəzilətli Qərrud fəzilətli İmam Şəhriyari lərilə Hüseyn Əfəndi Həzrətlərinin damadı Uli Həsən Əfəndinin xanəsində yarani əfailə okudub əzim səfa kəsb olmuşdur və bu kitabı oxuyan yaraniden ricamız budur kim bu bəndələrin xeyr və duadan fəramuş etməyələr. 29-i nəminiyə 1006 beləsi görsənir. Fi 29-i səfər olacaq ehtimalən 1006 burada görsənir. Bu da bir adam götürüb burada bir şey kitabı oxuyandan sonra bu da yazıbdır ki dostlarla. Bu da bir şey görsədir. Yəni elit, o zaman elit dediyimiz aydınlar kitabı cəmlə oxuyurmuşlar. Ehtimalən izzətli və fəzilətli İmam Şəhriyari evlər ya öləri Hüseyn Əfəndi. Hər halda bir Hüseyn Əfəndinin evində oturub bu kitabı cəmdə oxuyublar və ləzzət aparıblar. Görək ki, bu indi kitab əlbəttə dediyim kimi adı bəllidir, şeydir. Qırmızı yazıldığı üçün şey olmur, amma görək Qirani Həbəşi. Həbəşidir kitabın adı, burada Həbəşiliği bəlli oldu. Qirani Həbəşinin biz nöqtələrin qoyaq ki bəlli olsun. Qirani Həbəşinin 3-cü cildidir. Bu 3 cildidə bir kitabdır. Kitab-ı 3
3 cildilik kitabdır. Qıran-ı Həbəşinin 3-cü cildidir. Həzimət şudəni ləşkəri Keşmir az pişi ləşkəri İran tutusi edər ki çün Keşmir. Bu tutusi nə deməkdir? Onu bilmirəm. Burada ləşkəri İran deyə bu qırmızı yazılar, mən yenə də bunu təkrar eləyim. Bu İran sözü iki anlama gəlir. Bir anlam Türkcə sözünün ərəbcə deyirlər ki, cəm-i mükəssəridir. Cəm-i mükəssəri əyran deyə, yəni ərlər, əyran deyə yazılır, İran deyə oxunubdur. Bir bu ad gəlir. Bir də bunu deyim ki, bu məmulən indi burada gərək nağılın içində bu İran sözü ola. Əgər nağılın əslində olsa, yəni bu kitab dedik nüsxədir. Əgər kitabın əlyazmasının o ki əslində yazıbdır, orada İran sözü olsa o başqa bir şeydir. Amma əgər nağılın içində yoxdursa və qırmızı yazılarda həm də farsı dilicə yazırlarsa, bu bəllidir ki, bu kitabı əl aparıblar içinə. Yəni ayrı çarəsi yoxdur, bunun ayrı bir anlamı yoxdur. Ləşkəri yeti həzimət. İndi bu 3-cü cild olduğu üçün kitab hardan başlanır, ora özü bir sözdür. Yəni mən indi bilmirəm ki, bu məsələn 2 cildi, bu 360 səhifəlik bir səhifə sayısı 3-ci cildin səhifə sayısı 180 çarpı 2 360 olar. Hər halda bunu indi bir yerdən başlayaq, bu kitabla tanış olaq. Görək ki, bu 505 il öncə yazılmış, sonra da 418 il öncə nüsxə olmuş və bu nüsxədən Fransəlilər bir fotokopi çəkərək milli kitabxanalarında saxlamışlar. O kitab nağıl nə deyir? Roman. Diqqət buyurun ki, 500 il öncə türk dilində 3 cildilik bir roman kitabı ilə tanış oluruq. Ehtimalən ləşkər yeti həzimət etdilər. Qəranlə yazıları ortadan çıxdılar. Və ol zaman Cahangirşah irişib ləşkər çağırdı ki, ey şiir mərdilər və dərgəz bir üç cazuləri, bir avuç cazuləri, ey der çağırdı ki, ey şiir mərdilər, dur gəz bir avuç cazuləri böyle deyib ol qələbəlikən ördinə bir gəzdən cümləsi həzimət oldular. Mən burada indi gəzdən oxuram, bilmirəm nə deməkdir. Əcəba bu bu nöqtə ki, burada düşübdür r-ın üstündə o məsələn yanlışdır ya doğrudur, bilmirəm. Kitabı da üçün o birisi cildləri oxumamışıq, heç olmasa tanışmamışıq, bilmirik ki, bu o nədir. Cümləsi həzim, bəlkə o birisi ikinci kitabda bunun davamıdır. Baxaq görək bu bunun davamı olursa. Kahramani katil. Yox, bunu qabaqcan oxumuşuq. Bu Qəhrəmani katili öncə bu romanı oxumuşuq, amma bunun da yenə tarixini çıxadaraq bundan bir
Bu da 446-cı nömrədə yazılıbdır. Qəhrəman qatil. Bu da yenə fotokopudur təəssüflə. Bunun əslini də görməmişik. Bu qəhrəman qatili biz öncələrdə bir 2-3 ay öncə bəlkə bunu oxumuşduq. Bu da burada görünən şey budur ki 1123 ola bilər. O tarixdə qutarıbdır. Əlbəttə burada bir şey yazım, amma bu qalsın. Hələ bu qalsın. O dedim də bəlkə bunun ikinci cildi ola bilər ya birinci cildi ola bilər. Onun üçün gəldim bura, amma o deyil. Qeydək əvvəlinci kitabımıza. Həzimət elədilər. Pəs cazulər cazuliğə başladılar. Cazulər nə deməkdir? Cazuliğə başladılar. İhtimalən casus məsələ. Cazulər casusluğa başladılar. Amma burada cazulər yazıbdır. Cazulər cazuliğə başladılar. Cahan qərakölük olub, yıl və saiqə sel olacaq ihtimalən. Yıl və saiqə zahir oldu. Və sil taş toprağı, bəli, seldir. Bu beləsi yel kimi yazıbdır. Əslində 2 dənə də nöqtə, yəni hərəsi 2 dəndanəsi var. Hər dəndanənin də altında 2 dənə nöqtə var əslində. Yel olacaqdır. Ehtimalən sel bu türkcə bir ayrı ləhcədədir. Ehtimal verirəm. Mən indi bunu birinci dəfə görürəm. Qərakölük olub, yel və saiqə zahir oldu və yel taş toprağı ərənlərin gözüdə qoydu. Gözitə qoydu və Cahangirşah Eydər, ey yarənlər, tamam cəhd edin. Tamam cəhd edin ta düşməni qəhr edəbiz. Pəs qəran yarənləri ilə orada qəran Həbəşi indi sahibi qəran da deyilir də bu. Baxaq görək ki, qəran sözü nə deməkdir? Qəran və sahibi qəran ki, bilirsiniz, Fətəli Nasirəddin Şahın da ləqəblərindən biri sahib qərandır. Qur'an götürdü yazdı. Be məni tilavətkərdən است. Be məni xandan və tilavət است. Qur'an qərə sözündəndir. Kitab-ı Müqəddəs İslam, lüğətdə Qur'an tilavət mi şəvət sahibi qiran. Qiran. Sahibi qiran یک اصطلاح نجومی تاریخی سیاسی است و هیچ ربط مستقیم به کتاب قرآن ندارد. ریشه واژه صاحب bu adı sahibdir. Əlbəttə sahib qiran ki, onun dili olmaz. Darəndə. Qiran həmnişini ya müqarini du səyyarı. Müştəri Zuheyl. Zühəl. Bu ikisinin bir-birinə yaxın olmaqları, bir-birinin yanında oturmaq. Qiran qərinə sözündən ehtimalən də gələ bilər. Sahib qiran kəsi ki, təvəllüd ya səltənət o həmzəman ba qəraini sə'deyn, müqarini müştəri və zühəl başəd. Qədim belə düşünülmüş ki, əgər bir nəfər bu müştəri ilə zühəl bir-birinə yaxın olanda doğsa, buna sahib qiran deyilmişdir. Ehtimalə ona nişani fərxundəci, qudrət, səltənəti cəhani, ləqəbi bəray şahani buzurg. Nümunəhay məşhur Əmir Teymur Gürgani sahib qiran deyiblər buna. Teymur sahib qiran. Bərxi mütunda İskəndəri, bərxi Səlatin Osmani ya Səfəvi və surəti təşbihi. İndi burada adların qoyur, təzəşdən bunlar mühüm deyildir. Bunlardan geçək. Qiran pəs demək olar ki, o mənada gəldi. Cahangirşah Eydər, ey yarənlər, tamam cəhd edin ta düşməni qəhr edəviz. Pəs qəran yarənlər ilə kəndülərini Keşmir ləşkərinin həmləsi altına bırakdılar və gün axır olunca cazuləri öldürdü. Pəs burada cazulər casus deyirlər. Burada casus anlamında deyil. Burada bir qəbilə adı olacaqdır. Namərdlik mənası verdi mənə burada.
cazulər cazuliğə başladı. Yəni ki, məsələn, nə bilim indi ehtimalən mən və Keşhir ləşkəri, burada Keşmir yerə yoxuyaq əlbəttə, amma Keşhir kimi görsənir. Mən indi burada üstdəki Keşmirlərə baxanda görürəm ki, mimi biraz aşağıya gətiribdi, sonra o ya yazmaq üçün üstdən gətiribdi. Onu biz gərək Keşmir ilə oxuyaq. Keşmir ləşkəri pərişan oldular və gecə yarısı Keşmir ləşkərinin ölmüş və dərisi dəxi sərgəşdə olmuşdu. Və dirisi dəxi ölmüş və gecə yarısı Keşmir ləşkərinin ölmüş və dərisi dəxi sərgəşdə olmuşdur. Dirisi olacaqdır. Dirisi dəxi sərgəşdə olmuşlardı. Və gözkav zəhmətdən və gürkavsız zəhmətdən, bu nə mənədir gözkav bilmirəm. Gözkavsız zəhmətdən görürüm ki, bunun mənası mənfidir özü də. Görək ki, nə olur. Göz yazıbdır, mən də bunu gözkav. İndi bu sız. Nə deməkdir bu? Görək ki, bunu bizə deyə bilir, nə mənədir? Gözkavsız, yəni bidəlil, bisəbəb. این واژه در ترکی آذربایجانی و در گفتار محاوره‌ای قدیم‌تر به کار می‌رود. göz yazıbdı. Göz çeşm. Kav qav. Pəsvəndi təkid ya vəsfi در گویشا. Sız pəsvəndi nəfi və fuqdan. کاری که بی دلیل، بی جهت، بی علت انجام شده باشد یا چیزی که دلیلی دیده نمی‌شود. Gözkavsız niyə gəldin? Çərə bir dəlil amədi. Gözkav dəlilsiz. Dəlil sözü ki ərəbcədir, bəs onun türkcəsi gözkavdır. Bu iş gözkavsızdır. İnkar ələki bir səbəb əst. Tamam, çox gözəl. Bunu da bilmirdik, bu da öyrəşdik ki, dəlil sözünün yadımızda qalsa. O sözlərdən ki, gözəldir. Gözkav. Dəlil, illət. Tamam, bunu yazaq. Gözəl bir sözlə tanış olduq. Kitab türkcədir, calibdir, amma mən bunların bir çoxunu bilmirəm. Onun üçün də gözkavsız zəhmətdən bihuş olmuşları ta ləşkərin həziməti Keşmirin ləşkərgahına irişdi və Keyhanşahın dəxi əqli ol saat gəlmişdi. Dərhal etdilər, ey şah, bu saat İran ləşkəri ərişür Keyhanşah ərişür. Keyhanşah dərhal atlanıb yəni ata mindi. Atlanıb ol nəsnəki xəzinədən altə bulurdu, altdı və baqisin qoyub 100 keşmir eylədi. 100 keşmirə eylədi. Yəni keşmirə köçdü. Və ləşkər daxi ol nəsnəki yükdən və yaydən altə bulurdu, əskik, yəni altı əskik olacaqdır. Atdilər və baqisin, indi ləşkər şah qaçdı, ləşkər də nə edir? Orasını bir oxuyayım. Keyhanşah dərhal atlanıb, ol nəsnəki xəzinədən əlinə bulurdu, ya əlində, əlinə olacaqdır, bulurdu. Xəzinədə əlində olanları nə oldu? Atdı. Onları atdı, ya alındı da ola bilər. Əlinə İstəyirəm görüm, bu t-dır, daldır, h-dir, onu oxuyayım, amma ikisi də bir-birinə bənzir. Bəli, fərqli ola bilər. Xəzinədən alta bulurdu, altdə bulurdu, aldı və baqisin qoyub 100 keşmirə. Birazını götürdü, qalanı qoydu, qaçdı. Və ləşkər daxi ol nəsnə ki, yükdən və yaydən alta bulurdu,
alta olacaq, üstəki də alta olacaq. Xəzinədən alta bulurdu, yəni yüngül. Altı yüngül olur. Alta bulurdu, altdı və baqisin aldı bu da olacaqdı. Ya da altdı yenə götürdü və baqisin qoyub yüz keşmirə eylədi. Və ləşkər dəxi o nəsnə ki, yükdən və yaydan alta bulurdu, atdılar. Onlar da onları atdılar və baqisin qoyub, atmaq burada görürsünüz ki, yəni götürdü. Götürməli, xəzinədən alta bulurdu, yəni onlar ki, götürməli idi. Eləyə bilərdi, zoru çatsın, götürsün, altdı, onu götürdü. Pəs bu da altdı. Altdı yazılır hər yerdə, yəni yüngül və götürməli. Xəzinədən alta bulurdu, yüngül olanları altdı, götürdü və baqisin qoyub yüz keşmir eylədi. Yüz keşmirə eylədi. Və ləşkər dəxi o nəsnə ki, o imkanlar ki, əllərində ləşkərin var idi, hər nə idi, yükdən və yaydan alta, yəni yüngül bulurdu, alt dilər, götürdülər. Yenə dedik, o kəlmədəndir. Və baqisin qoyub yüz keşmirə alt dilər. Yenə dedik, həman alt dilər, yəni getdilər. Və İran ləşkəri keşmir ləşkərinin ovcunədək gələcək Ərdəşirşah buyurdu, dönmək burusin çalıb, dönmək burusin. Yəni, buru ehtimalən boru dediyimiz, boru bilirsiniz ki, biz bu durubba deyirik Qəradağda. Məsələn, qışda buxarı yandırırıq evin içində, onun tüstüsü eşiyə geçsin, bir onun durubbası olur. Biz ona durubba deyirik, bilmirəm nədən gəlir. Amma Türkiyədə ona boru deyirlər. Lülyə, hər cürə lülyə boru deyirlər. Elə, bu cürsü fikir edirəm. Və bu boru dedikləri, məsələn, o şey də ki, şeypur da ki, var boru şəklində, onun adı farsca şeypurdur. Ehtimalən Türkcədə elə burudur. Pəs dedi ki, Ərdəşirşah buyurdu, dönmək burusin çalıb geri döndülər. O ləşkər qeydin, o şeyi çaldılar, millət qeyddi. Ləşkərgahına gəldilər və Ərdəşir ölüləri ilə sərapərdəyə gəlib qəravul çıxardılar. Qəravul da bilirsiniz, yəni o şey ki, öndən gedir, şeyləri görsün. Və qəranın yarənləri bu asim üçün baş açıb yas tutdular. Bu asim indi hətmən bir adamdır, ölübdür. Baş açıb başlarına böyüklərini götürdülər. Məmulən xanımlar, mən qədim yadıma gəlir, Allah ölənlərinizə rəhmət eləsin, bizim Qəradağda bir adam ölsəydi, dədə, qardaş özəlliklə, bəzən nənə, uşaqlar özəlliklə bacı, nənə, bunlar bəzən xala, əmmə, bunlar başlarını açardılar, başlarına vurardılar, üzlərinə cırmaq atardılar, cırardılar, çox bəy ağlardılar, çox bəy ağlaşardılar. Hətta mən bir dana yadıma gəlir, bilmirəm harada görmüşəm, amma çox uşağımışam, yəni yadıma o qədər gəlmir, amma yadıma gəlir ki, Allaha söyüş verirdi qız. Ki, sən bunu niyə öldürdün? Məsələn, belə çox, yəni mən yadıma gəlir, üzlərin cırmaq, qan üzdən gəlmək, tellərin, saçların yolmaq, özlərin üzlərinə döymək, başlarına döymək, bunlar yadıma gəlir. Hətta bəzən yadıma gəlir ki, o ölən əzizin paltarları qalsaydı, onu hərdən gətirərdilər evdə, düzərdilər. Məsələn, paltarı nə cür giyirik da biz? Aşağıdan üstə corabçı, məsələn, şalvardır, hər nədir, köynəkdir, xoddur, bunları düzərdilər, ona baxıb ağlardılar, çox pis. Uşaq idim bunları gördüyüm üçün tarixdə qalsın, istəyirəm bilinsin ki, biz bəzən görürük, məsələn, bu seriallarda, zatlarda çox belə şey ağlırlar, belə deyildi. Çox şivən elərdilər, çox ucadan ağlardılar, çox özlərini döyərdilər. Hər halda Allah rəhmət eyləsin.
ehtimalən indi burada onu deyir. Bu qəranın yarənləri bu Asim üçün baş açıb yas tutdular. Yası satla yazıbdı, sini. S səsini satla yazıbdı. Sabun sıyla. Və gəlbəkçi geri dönüb, burada indi bu kəlmə yazılıbdır, amma doğrusunu desəm oxuya bilmirəm ki, nə olacaqdır. Kəlbəncidir, kəlbəxidir, geri dönüb bu Asimi ləşkərgaha gətirmişdi. Aha, addır bu. Hər kəsdir bu, gəlbəxi ya gəlbəxi olacaqdır ehtimalən. Gülbəxi də ola bilər. Gülbəxi geri dönüb Asimi ləşkərgaha gətirmişdi. Pəs bu Asimi o halidə dəfn edib Yasin tutdular. Bilirsiniz, əgər bu İslamdan qabaqdırsa, yəni Ərdəşir Şah Donzaddan danışırsa, bu Yasin oxumazlar onda. Amma nəqildir da, hər şeyi bir-birinə qatır. Yəni, istir desin ki, hər halda bir dua elirmişlər. Bəli, bu nağılın İslamdan öncəki şeyi qatır bir-birinə. Yasin tutdular, Qur'an etdi. Qur'anın adını da gətirdi. Mən deyirdim, bəlkə saat duya bəlkə Yasin deyir, amma görürəm ki, Yasin Qur'anın bir surəsidir. Qur'anın özünü də etdi. Dəfn edib, Yasin tutdular, Qur'an etdi. Mən Qıran, özür istəyəm, Qur'an deyil. Qur'an etdi, yəni dedi. Mən bu gecə aram etməzəm. Əbul Asimi öldürəni öldürməyincə və ya mən bu dəxi ölməyincə. Deyir, mən ya öldürəcəyəm, ya öləcəyəm, yoxsa onun qatilini gərək öldürəm, ya da onlar məni öldürərlər. Deyib, əyağın ləşkərgahidən çıxarıb, yarınları ilə belə, ehtimalən bu qəran dediği addır burada. Qəran etdi. Mən bu gecə aram etməzəm. Əbul Asimi öldürəni öldürməyincə və ya mən dəxi ölməyincə deyib, əyağın ləşkərgahidən çıxarıb, yaranları ilə belə rəvan oldular və çün Keşmir ləşkərgahına ərişdilər ki, ləşkərdən heç bir əsər yox idi. Etdilər, məgər Keyhanşahə ol zəxm əsər etmişdir ki, əsər yox idi. Etdilər. Kitaba indi burada bir şeyə diqqət edirəm. Yazanın xətti o qədər sətri başlayanda aşağıdadır, sətrin axırı ucadadır. Mən qeydəndə bunun əvvəlinə, yenə qeydmişəm haman sətrin əvvəlinə. Buradan birdən belə mültəfit oldum ki, kitabın sətirlərin əyri yazır. Düz yazmır. O birisində də əyri yazılmış aşağıya. Burada üstdə yazır, sətr aşağıdan başlayır, gedir üstə. Bu birisi səhifədə üstdən başdırmış, gəlirmiş aşağıya. Bəlkə də kitabın səhifələrinin durmağından belə bir şey çıxıb əks alanda, amma hər halda belə bir şey görünür. Və çün Keşmir ləşkərgahına erişdilər ki, ləşkərdən heç bir əsər yox idi. Etdilər, məgər Keyhanşahə ol zəxm əsər etmişdir ki, Keşmir şəhrinə getdilər. Bu kəz 100 Keşmir şahın ləşkərgahına eylədilər. Bu kəz 100 Keşmir şahın ləşkərgahına eylədilər. Üzlərini ora çöndərilər, gedərlər o ləşkərgahı tapalar. Və dinlədilər. Heç bunların qulağına avaz erişmədi. Ta ləşkərgaha girib çadırlərə baxdılar və gördülər ki, heç diyarda bir nəməz bərinmə, heç diyar dərinməz ya dəyyar olacaqdır. Heç dəyyar
Bərinməz. Barınmaz, barınmaqdan gəlir, yaşamaq. Amma burada cəlibdir. Bu deyi izafə eləyiblər. Əvvəldəki dəyyar deyək, farsça deyilir ya türkçə deyilir, dəyyar. Bunun bir dənə də de axirində bunun izafə edib, dəyyardı. Bərinməz. Barınmaz sözüdür bu. O dəyyar, barınməz bildilər Keşmir ləşkəri çadırları və sərapərdeyi yerində qoyub, sərapərdeyi yerində qoyub qaçmışlar və yarənlər hər tərəfə çəkiznüb tolturkən nagah o ortada 10 kişi gördülər, yük tutarlar, qəran etdi bulərdən sor göz Keşmir ləşkəri qanda getdi. Qanda burada sual əlamətidir, hara getdi deyə belə bir söz çıxıb orada. Qanda getdi, hara getdi. Əbul-Əla cəlibdir, bunların da adları ərəbcədir. Əbul-Əla varıb etdi. Ey azad mərdilər, qanda gedərsiz və ləşkərdən nə xəbər bilirsiniz? Biri etdi. Məgər siz Keyhanşahın həzimət olduğun və həzimət olmaqla getdüyün bilməzsiz. Bu saat Keşmir şəhrinə yəqin varmış ola. Biz dəvə üstüyü kemişlər geçər. Burada bir şey yazdı. Varmış ola. Biz dəvə üstüyü geçmişten gecərək qaldıq. Burada mən bunu baş tapmadım, mənası nə olur? Biz dəvə üstüyü, ehtimalı yəni dəvə axtarırıq. Getmişdən gecərək qaldıq və şimdi yük və yabi Keşmirdən yana Altaruz. Əbul-Əla geri dönüb Qəran qatinə gəldi. Qəran qatinə yəni Qıranın yanına gəldi, huzuruna. Qıran qatinə gəldi və qissə-i hali ana etdi. Dərhal Keyhanşahın sərapərdəsinə səkərətdilər, döndülər olacaqdı. Amma baxaq şurası, bu kəlmə, türkcə kəlmə, hangi kəlmənin şeyidir? Səkərətdilər. Nə deməkdir? Və heç kimsə görməyəcək, rişə, məxfi penhan, muamiləgər fروشنده. سکرتدیلر یک واژه بیگانه محاوره است و اصل از انگلیسی آمیزه. معنی دلال یا فروشنده مخفی، معامله‌گر زیرزمینی، معنا محاوره و عامیانه، فضای مجازی، معادل فارسی مخفی واسطه belə bir şey yazıbdı. Heç kimsə görməyəcək dilədilər olacaqdır. Dilədilər ki, ləşkər cahidən çıxalar nagah bəy atlı, 1000 atlı bunlara ərişdilər. Ləşkərgahın övcündə tururlardı. Ta İran leşkərinə casus verələr. Çün qirani gördülər, etdilər. Nə üçün yenizdün? Kim siz qıran etdi? Nə üçün etdilər? Nə üçün nizirin? Bu tizəründür, nədir? Belə bir şeydir. Oxunmur. Fotokopi olduğu üçün bəzi şeylərdə daha yaxşı görsənmir. Kim siz qıran etdi?
Henüz bizim dəvələrimiz gəlməmişdi. Atlılar ettiler. Siz kimin bulukindensiniz? Buluk bir neçə min ləşkərin bir qismətindən, indi məsələn ləşkər deyirlər falan, ona deyilir ehtimalən. Bulukindensiniz. Bunlar ettiler. Biz Keyhanşahi anlamazız. Atlılar bu söze güldüler ve ettiler. Ulu göz kimdir? Ulu göz, ulu göz oxuyuram. Ulunuz kimdir? Sizin başınız kimdir? Qıran etdi. Qorqudan ulumuz adını unutmuşuz. Atlılar ettiler. Şəhər yolu bu yandandır. Məgər siz yol yanılmışsınız. Ya dahi işiniz var. Atlılar ettiler. Siz rast söylemiyorsunuz. Benzer ki İran leşkerinden oğurluğa gelmişsiniz. Qıran dedi. Çün bildün kendi işinde olup bu yoluna git. Atlılar oğru diye çağrışıp bir neçəsi Qırana qəsd etdilər. Qıran gəlib atlıların birine bir xəncər ürüb atlı eğiliyib yeni oldu ya da yeni olurdu. Yeni ölürdü deyib atdan düşüb saat can verdi. Və Gəlani çağrışdılar ki, hay tutun bu İranlı oğruların, Qıran kendilerin, hay tutun bu İranlı oğruların, Qıran kendilerin yarenleriyle leşkergaha attılar ve her atlı ki Qıran ardınca gelirdi, yarenleri anı xəncər ilə öldürüb həlak eylərlərdi və leşkergah içi çadır və qərə öylə tolidi. Qərə öylə nə deməkdir bilmirəm. Çadır və qərə öylə tolidi. 1000 at yürüməyə məcal yox idi. Yəni çox orada çadır falan var idi. Deyir atlarla 1000 dana at bunların içində dolana bilməzdi. Yürüməyə məcal yox idi. Qıran şul ox yaydan çıxar gibi ox yaydan çıxar kimi şul ox yaydan çıxar gibi sıçradı və xəncər zəxmi ilə hər biri atlıları həlak eylərdi. Ta gün doğunca 770 kişi öldürmüşlerdi ve bakisi ki kalmışlar idi, çün Qırani gördüler, dediler ki biz xəta eylədik ki bunlarla cəng etdik ve bu saat İranilər əlişir, biz bunların əllərində giriftar oluruz. Ondan sonra yüz döndürüp dahi qaçdılar ve Qıran yarenleriyle neçə yara zəxmiləri var idi ve o leşkergaha gelip bir cərahətlərin bağladılar ve dediler ki leşkergaha dönalar. İran leşkeri canibinden kus avazı geldi. Qıran yarenlerinin birini gönderdi ki Keşmirlilərin qaçdığından bizim leşker xəbər verə. Pəncin bir ata binib. Pəncək ehtimalən, bu da bir adam adıdır. Üstünə də xət çəkibdir. İndi görürəm ki, burada adamların adının üstünə xət çəkibdir. Qıranı hər yerdə yazıbdır, üstünə xət çəkibdir. Keyhanşah hər ad ki gəlir, təkrar olur, onun üstünə xət çəkir ki, bəlli olsun bu addır. Mən də buradan ona diqqət eləməmişdim, amma indi diqqət edirəm ki, pəncək
bir ata binib 100 ləşkərgaha eylədi və İran ləşkəri daxil ol saat səfgaha gedərlərdi. Səfgah ehtimalən səhərlər gedirlər, səfə düzülürlər, odur. Səfgaha gedərlərdi. Pəncək erişdi və şahzadələrin qatində xidmət etdi və Keşmir ləşkəri qaçdığından xəbər verdi. Dərhal sərapərdeyi qoyub 100 Keşmir ləşkərgahına eldilər və yolun qəmusində şahzadələr geçici cəngi hikayət etdi. Şahzadələrə geçici cəngi hikayət etdi. Bunlara qəranə afərin etdilər və çün Keyhanşah ləşkərgahına erişdilər. Qonub ol nemətlər ki anda qalmışdı, alıb 5 gün anda turdular. İndi baxın yenə burada farsı yazır. Deyirəm kitaba bu adam ki bu neçinci kitabdır görürəm ki nüsxəçilər gəlirlər kitabın bölümlərin arasında farsca yazırlar. Digər Rəfdən-i Keyhanşah burada bir kəlmə yazıb görsənmirsin, qırmızıdır deyirəm, fotokopuda da biraz da qırmızı bilirsiniz tez köhnəlir, aradan gedir, solğunlaşır, aradan gedir rəngi. Görünmür. Fotokopuda da dahi pis görünür. Ona görə Rəfdən-i Keyhanşah indi burada məsələn zərbət olacaq nokta şödən be şəhri Keşmir və Hisar giriftəni indi buracan qutuldu. Yəni buracan bu adam ki nüsxəni yazıbdı, götürübdü özündən bir kitabın bölümlərinin arasına ara qayacaqdı. O araya qırmızı xətt ilə fars dilində yazıbdı. Bunu öncədə əgər səhv eləmirsəm bir dua kitabında, bir də bir şeir kitabında gördük ki, bu işi görmüşdülər. Bu 4-cü, 5-ci kitabda görürük ki, bu işi görürlər. Tərtusi Eydər üçün. Tərtusi ehtimalən bir adam adıdır. Tərtusi Eydər üçün Keyhanşah həzimət olub Keşmir şəhrinə getdi və gəlib sərayına qoyunacaq burada bir Kəncmehr ya Gəncmehr belə bir adı olacaqdır. Çünki üstünə şey Gəncmehr anası, nənəsinin adı Gəncmehridir. Gəncmehr anası və qalın övrətləri və qalan övrətləri qarşı varıb yəni çıxdılar qarşılarına. Yəni istiqbal, o şey ki farsı deyirlər, istiqballarına gəldilər. Qarşı varıb xidmət etdilər və Gəncmehr anası etdi. İran ləşkərinin hali nədir? İnşallah gönlü bunların işlərindən fariğ eyləmiş olasın. Göklü, bilirsiniz göklü yazılır, amma gönlü oxunur. Yəni ürəyin İran məsələsindən şey eləmişsən. Burada İran sözünü işlədir. Dedim ki, nə də bilmirik ki, mən bunu mütməyin deyiləm ki, bu nüsxəçi bu kəlməni əlavə eləyibdir, ya çünki farsıda fars sözünü əlavə eləyibdir. Ola bilər bunu da əlavə eləyə. Yəni İran sözündə əlavə etmiş olalar. İran ləşkərin hali nədir? İnşallah gönlü bunların işlərindən fariğ eyləmiş olasın. Şah etdi. Mən İran ləşkərindən həzimət olub gəlmişəm. Gəncmehr anası dedi, nə qədər kişi ölülər. Keyhanşah etdi. Ölülər, yəni ölüblər. Ölənlərin sayı nə qədərdir? Ölülər, yəni ölü olanların sayı nə qədər? Ölülər. Keyhanşah etdi. 200.000 kişidir. Yəni adam qaçıbdır, 200.000 kişidən danışır. 200.000 kişinin mən bu son zamanlarda bir gözəl bir video gördüm ki, bunların məsələn gündə hərəsinin 1 kilo yeməği olsun. 200.000 kişinin, burada bir maşin hesab gətirək, hesablayaq.
200.000. Əgər gündə bunlar hərəsi 1 kilo qəza yesələr 200.000 kilo elər. Bunu bölsək tona, yəni bunu beləsi eləyəcək. 200.000. Hərəsi gündə 1 kilo, yap azı da. İndi 1 kilo yemək yeyələr, 2 litrdə su içərlər. Ya 1 litrdə su, 2 litr suyu da naçar içə də savaşır. Bu tərləyəcəkdir. O ya yol yeriyir, su içmək məcburiyyətindədir. Bu 200.000 kişinin tona çevirsək, yəni 1000 kiloya çevirsək, gündə 200 ton bunların qəzasıdır, yeməkləridir. 400 ton bunların suyudur. Yəni diqqət buyurun, fəqət bunu hesablayın ki, o zaman bu 204, məsələn, nəql düzəldiblər ki, nəm Xəşəyarşahdır, kimdir, filan çöldən keçəcək idi, aparıb orada dəridə su quyulamışdılar. İndi fikrin ki, orada istəyir 10.000 nəfəri keçilsin. 10.000 nəfərin yeməği, yəni istəyirəm bu tarixə biz biraz baxaq da, doğru baxaq. Yəni elə tarix yox, insana doğru baxaq. 10.000 nəfərin yeməği elər gündə 10.000 kilo. 2 kilo da nəfərə 2 litrdə su içsələr 20.000 litr su elər. Bu elər 10 ton. 10.000 kilo 10 ton. 10 ton yeməği siz bu 10.000 nəfərə nə cür daşıyırsınız, çölə nə cür aparırsınız? Yəni 10.000 məsələn deyək, hər qoyun 30 kilo, 40 kilo qoyaq, hər qoyunu. Bunu bölsək 10.000 kilo, bölsək 40 kiloya, 250 qoyun gərək hər gün kəsilə. Bir dənə ləşkər əgər bir dənə çöldən geçsə, bunun fəqət 250 qoyun gərək gündə kəsilə bunlara verirlər. Diqqət buyurun, yəni bu qədər böyük bir indi suyu da buna taydı. Yəni hər adam deyək ki, az işlə heç olmasa da çöldən geçir da, bir dənə kəvirdən geçir, çöldən geçir, çox isti çöldür normalda bunlar. O qədər çöldür ki, burada da şey olmur da, yəni ağaçzat bitmir, gülzat bitmir, o tələf yoxdur. Burada neyinə gündə 2 dənə su içməlidir, 2 litr su içməlidir. Yəni bu da bunun 20.000 litr. Deyək ki, indi mən bunu 20.000 litri gətirsək, bölsək, boşqaya deyək, hər boşqa məsələn, nə qədər deyək, məsələn, 100 litrdən boşqa qoyaq. Çünki adamın zoru çatsın da, bunu götürsünlər məsələn. Nəft satmırıq ki, savaşa gedirlər də, bunlar şey eləsinlər. 100 litrdən qoysaq ki, məsələn, dığırrada bilələr, mən bunu bir dənə çox qoydum. Bu gələr neçə? 200 boşqa suyu siz gərək bunlar harda qoyulaya bilərlər çöldə. Yəni, qoyunları istəyərlər yanlarından aparalım. Məsələn, bunlar bir həftə çöldə yol yeriyəcəklər. 200 neçə dənə idi? 50 dənə deyək. Məsələn, 250 dənə, mənim indi yadımda deyil neçə dənə yazmışdıq. Əlbəttə, burada qeysaq taparıq. Yox, bu deyil. Tamam. Deyək ki, 250, əgər bir həftə qalsa, məsələn, bura 7 gün qalsalar çöldə, biz beləsi deyək də 240 idi ya, 250 deyək. 250 qoyun deyəcək, bunlar yeyirlər. Bunu biz çarpsaq 7 günə 1750 qoyun elər. Özünə buna bir neçə çoban lazımdır. Bunları qabaqda gərək yaparlar, dalda gəlsə ki, bunlar acından ölərlər. Gərək bunu qabaqda apararlar, orada saxlayarlar. Yox, əgər yox, bunları yemək, yox, quru yemək aparırlar. Məsələn, qoyun aparmırlar, inək aparmırlar, ya da apardıqlarını kəsirlər, yeyirlər. Əgər gündə, məsələn, inəkləri kəsib yesələr, ya camışları kəsib yesələr, atları kəsib yesələr, eşkəkləri kəsib yesələr, silahların zadlarını apara bilməzlər. Amma indi məsələn, suyu istəyirlər daşıyələr. Mən istəyirəm burasını sizə deyəm. O nağıllar ki, bizə deyiblər, o nağıllara görə istəyirəm danışam.
10.000 nəfəri biz danışırıq da. İndi burada bunlar 1 milyon ləşkərdən danışırlar. 1 milyon ləşkərin şeyindən danışmırıq. 1 milyon, indi bunu fəqət 1 milyonu gəlin hesablayaq. Deyək ki, İranlılar qədim məsələn çox belə güclü imişlər, farslar 1 milyon ləşkərləri var imiş ki, imkansızdır. İndi 1 milyon ləşkər, məsələn, İranın 90 milyon cəmiyyəti var, 1 milyon ləşkəri yoxdur. Və istəyir bu 1 milyon ləşkəri apara o üzə. Yəni tamam logistiki, idarə qismətlər hamısını götürüb apara 1 milyon nəfər. İndi məsələn istəyir gedə bir dana manora, heç demirik savaşa gedə. Gedə bir dana manora, məsələn Bəluçistana gedəndə Yəzdin, o Yəzd, Kirman, Simnan, İsfahan bunların çöllərində Kəvir, Lut, Kəvir, Nəmək bunlarda düşüblər çölə, istəyirlər gedələr, bir həftə orada qalacaqlar. Yap azı da bir həftə, çünki oranı məsələn deyirlər neçə 100 kilometrdir, bunu tapa bilirik. Məsələn Kəvir, Lut və Kəvir, Nəmək. Bunu beləsi yazıq. Ərzutul yazaq. Bunu mən farsça yazım. Çünki bilmirəm türkçə necə. Ərzutuli Kəvir, Lut və Nəmək. Kəvir, Lut və Kəvir, Nəmək. Görək ki, bunu necə yazır. Deyir ki, Kəvir, Lut hudud 480 ta 900 kilometr uzunluğudur. Yəni bunun eni 480, boyu 900 kilometr. Bir insan da savaş olmasa gündə 40 kilometr gedə bilər. Yap belə deyək, 50 kilometr getsin. Əli boş getsə, indi yükü olsa gündə elə zor getsə 30 kilometr, 35 kilometr gedə bilər. Və 320 ta 420 kilometr ərz var. Pəs 900, yox, deyir ki, bunun uzunluğu 480 kilometrdən 900 kilometr arasında. O yüzden burada dağlar, zatlar var da biraz aşağı yuxarıdır. Yəni sesi deyirik. Yəni düz mürəbbə deyil, müstətil deyil. Sesidir. Bir yerdə məsələn 480 kilometrdir uzunluğu, bir yerdə məsələn uzundur 900 kilometrdir. 320 kilometr enidir, 300 kilometrlə 320 kilometr arasında da bunun enidir. İndi biz deyək enindən istirəcəksin da, bu hangisinin Lut'unkidir. O Nəməkinki nə qədər idi? Kəvir Lut 480 ta 900 kilometr, ərzi 300 ta 320 kilometr, Kəvir Nəmək 800 kilometr boyudur, 600 kilometr enidir. İndi biz bunu deyək, istiyoruz ki, mən boyun demirəm, yekədir, enin deyək, 600 kilometridir. 600 kilometri, dostlar, bir iş görək da, 600 kilometri bölək, gündə deyək 40 kilometr getdi. Yəni biz çox lütflə baxaq buna. 600-i, çox üzr istəyirəm, bu zərb eləmişəm, məzun işləyək. 600 kilometri bölək 40 kilometrə. 15 gün çəkər bura keçsin. Bu 15 günü bir yerdə yazaq, bu bizim nə deyərlər, gözümüzün önündə olsun. 600 kilometr boyun 40 kilometr günlük 15 gün tamam, burada yazdıq 15 gün. İndi istiyoruz bu 15 günə 1 milyon nəfəri hesablayaq. Deyək ki, 1 milyon nəfər İranlar istəyirlər, buradan adam getirsinlər. Hər adam gündə 2 litr su işləyəcəkdir. Onlar 2 milyon litr su, 2 milyon litr istiyoruz. Məsələn, deyək ki, eşyaya çatacaqlar, dəviyə çatacaq. 2 dənə 50 litri deyək. 2 dənə 50 litrlik bir dəviyə, bir eşyaya qoysunlar, 100 kilo çatsınlar. Deyək ki, 100-ə bölürəm da bunu indi, ona bölürəm ki, yox, 50-yə bölüm ki, sonra bu şey olsun.
bunu bölək 50-yə. 20.000 dənə 50 litrlik qab istər ki, bunu vuralar heyvanlara. 20.000 dənə hər heyvana 2 dənə çatsalar, yəni 100 kilo. 100 kilo çatsalar, 10.000 dənə heyvan istər ki, bunu daşıyırlar çölə. Hərəsi istəyirlər bunu yerdə quruyarlar. O nağılı istəyirəm deyəm. Nağılı istəyirlər fəqət bu suyu qoyarlar. Hərəsi yarım metr mürəbbə yer tutsa, bu 50 metr. Bu elər neçə? Bir dənə meydan istər. 20.000 hərəsi yarım. 10.000 metr böyüklüyündə bir yerə gərək bunu qoyulayarlar. Diqqət buyurursunuz, yəni bunu daşımaq özü çox böyük bir işdir və bu illər boyu sürər və o zamanda da su qalmaz. İndi bunun yemağı da bu cürdür. Yemağı da 1 milyon şey olar. Bunu istəyərlər apararlar, dəvələrlə, eşkəklərlə apararlar. Hər eşkəyə 100 kilo camış, eşkək, hər nə mənədə heyvana 100 kilo çatsalar, ki 100 kilo çatsalar, fikir eləmirəm uzun zaman gedə bilər. Bu ordu olumsuz bir şeydir. Yəni indi bu istircədə 3 ay ya 5 ay bir yeri mühasirə eləyə. 1 il mühasirə eləyə. Yəni bəzən bunlara mən diqqət edirəm, görürəm ki, bunun məsələn orada mühasirə eləyəndə bunu yemək lazımdır. Gündə bir belə yemək yeyir. Əlbəttə bunun biz belə hesablamadıq. İndi biz burada çox pis hesabladıq. 1 milyon ləşkəri siz aparsaz, bunu 15 günə aparsaz 15 milyon elər. Bunu çarpaq 15-ə, bu elər 15 milyon. 15 milyonun indi kilodur, 30 milyon litr sudur. Bunu 15 günlük siz hesab eləyin, görün ki, nə etməlisiniz? Yəni bunu məsələn bunu tona çevirsəz görün nə olar? Yəni kilo hesablayaq. Niyə tona çeviririk ki? Kilo hesablayaq deyə 15 milyon kilo bunların 15 gündə yeməkləridir. 30 milyon litr də 15 gündə bunların su içməkləridir. İndi əgər bunu zərb eləsəz 30-a, yəni 30-a yox, deyək ki, adam deyir ki, 1 il mühasirə elədi, 6 ay mühasirə elədi. Bunu 6 ayı hər 12-yə zərb eləsək, 6 ayı 2 dənə 15 məsələn, 12-yə bunu 12-yə zərb eləsək, yəni 12 180 milyon kilo bunun şeyidir. 180 milyon kilodan danışırıq. Yəni 180 min ton yeməkdən danışırıq. Yəni bəzi şeyləri biraz ağlımızı işlətmək lazımdır. Onun üçün nəzərimə gəldi ki, bu yaxşı bunu hər halda Keyhanşah etdi. 200.000 kişidir. Ölənlərimizin sayı 200.000'dir. Yəni diqqət buyurun, bunlar gediblər bir yerdə durublar, 200.000'i ölübdür. Məsələn, yaxşı 100.000'də qaçır, 300.000 adam deyir orada gəlibdir. Bu 300.000 adam əslən hesablamırlar ki, nə qədər hər sərbaz yarım metrdə dursa, bir-birinə dayansalar ki, bilirsiniz, sərbazların həm qabaqda gedəcək, ayaq atacaqdır, o ayaqları bir-biri ilə şey eləmək, qabağı ilə dalı, 1 metr heç olmasa hər sərbazla o birisi qabaqdakı dalının heç olmasa arası olmalıdır ki, ayağın atanda bir-birlərinə dəyməyə. Bu bir tərəfdən. Böyürləri də bir belədir. Deyək, 1 metr hər sərbaz. 1 milyon metrin əgər istəyək bunun enin boyunu tapaq, 1 milyon sərbaz, 1 milyon metr bunun uzunluğu olar, 1 milyon metrdə eni olar. Axı, ağıllı bu 1 milyon metr uzunluğundadır, yol gedir da. Bu 1 milyon uzunluğunda gedəni, 1 milyon metrə əslən şeyimiz var, 1 milyon metri çevirək kilometrə. Mən indi bunu da eləyim. Mən bunu Kəlibərdə eləmişdim. Babək qalasında bu mühasibəni eləmişdim. 1 milyon istirik bunu indi
bir yerə yığaq. İstəyək ki, bunu bir yerə yığaq. Nə cür hesablayaq bunu? 1000 metr bunun eni olar, 1000 metr boyu. Buradan elə heç ehtimacı yoxdur da bunu şey eləyəm. 3 nöqtəsini götürürəm, şey çıxır da. 1000-ə. 1000 metr bu ləşkərin eni olar 1 kilometr. 1000 metr boyu. İndi bunlar istəyərlər bir dərədən geçsələr. Məsələn, burada 10 nəfər geçəcək, 20 nəfər geçəcək eni. Orada ki, deyirik 1000 nəfər eninə, 1000 nəfər boyuna, yəni 1 kilometr eni, 1 kilometr boyu. Siz 1 kilometri siz fikirləməyin az bir yerdə ha, çox 1 kilometr hududən mən yeyin yeriyəndə bir saatda 4 kilometr yeriyirdim cavanlığımda. Saatda 4 kilometr, 10 saatda 40 kilometr zat bucusu yeriyə bilərəm. Yeriyə bilərdim. İndi bilmirəm, bəlkə yerisəm mümkündür 3 kilometr, 2 kilometr bilmirəm nə qədər yeriyə bilərəm. Amma hesab eləyin ki, bu 1 kilometri siz ən azından məsələn 20 dəqiqəlik yoldur sizə yerimək üçün, enin boyun. İndi bu əgər gəlirsə bir dənə dəriyə ya bir dənə yola ki, yoldur da, yolla gedəcəklər. Bunlar 10 nəfər geçsin. Bu 10 nəfəri düzsəz bunu, yəni indi mən bunu düzsaq bir-birinin dalısına 1000-i elədik 10. İndi bunu 100 qat yerək çoxaldaq. 100.000 metr bunun uzunluğu elər. 100.000, yəni 100 kilometr. Yəni ləşkərin əvvəli deyək ki, Kəlibərdədir, üzr istəyirəm, Əhərdədir, sonu Təbrizdə ya yəni bu qədər arası olar. Təbrizlə Əhər arası 100 kilometr deyək. Ləşkərin əvvəli yolla gedirlər də, əvvəli Təbrizə yetişibdir, axiri hələ indi yetişir məsələn şeyə. İndi bunu istəyirlər qəza yetirələr. Bu 100 kilometr. 3 gün çəkər əvvəli ilə axirinin qəzasını verələr. Yəni əvvəlinin qəzasını Təbrizdə verəndə 3 gün oradakı axirinin məsələn qəzasını getirmək 3 gün çəkər. Çünki piyada gəlir, 2 gün keçər, heç olmasa. Yəni bu qədər biz bunları ciddi baxmalıyıq tarixdə, görək ki, belə bir şey ola bilər. Yəni lojistik olaraq baxmalıyıq. Əcəba belə bir şey ola bilərmi? Yəni məsələn biraz ağla çətin çıxır. O zamanın imkanı ilə, məsələn o zaman 1 milyon adamı hardan tapırdılar, gətirirdilər. Ya məsələn burada deyirik 200.000 nəfər öldü, 200.000 kişidir. Amma onların 50.000 kişidir. Onlardan 50.000 öldü. Ki hər biri Rüstəm İsfəndiyar bəgidir. İsfəndiyar bəgidir. Kibidir olacaqdır, bəgidir yazıbdır. Yəni kibidir çox görünür, amma İsfəndiyar bəgidir yazıbdır. Bəgi bilirik, bəy deməkdir, kibidir də yəni onlara bənzərdir. Bu da istəyir desin ki, onlar hərəsi bir İsfəndiyarla Rüstəm kimidir da. Gəncmehr anası etdi. Şeydə Gəncmehrin anası etdi bu anlamda deyir, amma Gəncmehr yox idi. Bu elə anasının adıdır. Gəncmehr anası etdi. Kaş ki Çin şahı sizinlə bu qumluğu itmamış olaydı. Ta bu zəhmətlər sizə gəlməmiş olaydı. Şah etdi. O nəsnə nə əsi edər. Nə isi edər. Burada bir kəlmə yazıbdır, qərəlikdir. Çün hər biri pərişanlıqla kəndi hürmət hərəminə getdilər. Amma Şəmsə ol gün Gəncmehr qatində təmaşaya məşğuldur. Çün eşitdi ki, şah gəldi, beğayət məlul oldu və yüz Gəncmehrə eyləyib etdi ki, şah qəti tiz gəldi. Şah qəti yəni qəti tez gəldi. Gəncmehr etdi. Bizə xəbər erişdi ki, tez gəldiyinə səbəb nədir? Bildün və ol saat bileydün və ol saat Mehr Nişaburi anası addır. Bu Mehr adı addır. Mehr Nişaburi anası qətinə göndərdi. Dayəsi ilə etdi ki, tez atimdən xəbər gətirin. Atamdan, atam olacaqdır, atam.
atamdan xəbər gətirin. Tamam, bu görürsünüz ki, bir dənə tarixi romandır. Bundan biraz oxuduq, tarixini də çıxartdıq. Məncə çox gözəl bir romanla qarşıyıq Türkü. Bunun dedim, məncə bəzi yerlərində bu 3-cü cildidir əlbəttə. 360 səhifəlik bir romanla qarşıyıq. Axirini oxumuşduq. Ona görə bu qalsın. Bəllidir ki, bu kitabda burada nağıl, əlbəttə burada ölürlər də, burada kitab qutarır ha. Burada oxuduq, gördük ki, qutarır. İkinci kitabı açmışdıq, dedik ki, bu ikinci kitab qabaqcını oxuduğumuz üçün bunu da gedək buradan silaq. Bu nə olubdur biləsi? Qatışıbdır. Qirani Həbəşi, bura adını qoyaq. Roman, hikayə, Qirani Həbəşi. Tamam. Bunu beləsi yazdıq ki, daha bu bəlli olsun, biz oxumuşuq. Bunu da dilit eləyək, çünki bu qabaqca bunu oxumuşduq. Bu bir başqa bir kitab açaq, görək ki, bu başqa kitab bu nədir? Bu da Fransədədir. Təəssüflə görürsünüz, bizim çoxlu kitablarımız Fransəlilərin zadın əlindədir. Burada da əcəba bu kitabdan bir şey Dini Xuda Xua Nəsrəddin Hoca Xua Nəsrəddin Hoca haqqında bir kitabdır. Gedək görək. Bu da yenə fotokopidir. Kitabdan bir fotokopi çəkiblər, qoyublar bura. Yenə də burada bir şey yazılıbdır, əxz olunmuşdur. 64 sənəyi 1241-də əxz olunmuşdur. Yenə də aşağıda yazıb ki, Afşaq in Gəruyə göndərilmiş, mənə belə bir şey yazıbdır. Baxarıq, görürük, çox yazıb. 1390 neçədir bu? 4-dür, neçədir? Kitabxananın əlinə gəlmiş ola bilər. Burada kitabın özünü görürük. Yəni, birinci keçirik kitabın özünə. Çox gözəl bir xətt ilə yazılıbdır. Bu xətti mən çox sevdim əslində. Çünki rahatca oxuya bilərəm. Burada da yenə kitabların arasında bəzi yerdə qırmızı xətt ilə yazmışmışlar, gedibdir. Bunların arasına ya da ki, yazmayıblar. O görsənmir. Hər halda onlar görsənmədiyi üçün şayət də qoymuşmuşlar, sonra yazsınlar. Şey olubdur. Bu kitab 48 səhifədən ibarətdir. Yəni, PDF-in hər səhifəsində 2 səhifə o şeydən qoyublar. Kitabdan əksini qoyublar. Bu birincisidir, bu da ikinci kitabda. Burada olsun. Buna baxaq, bu da Molla Nəsrəddin ehtimalən haqqında olacaqdır. Və kitabda çox gözəl bir xətt ilə yazılıbdır. Bunun axir səhifəsinə bir baxaq, görək ki, nə yazıb. Bir gün Xacəyə kimsənin yəkcisində bir zərdalı ağacına, Xacə bir kimsənin bəxçəsində bir zərdalı rez ilə deyil, dal ilə yazıblar. Bir zərdalı ağacına cıqardır. Burada cıqar zır. Dalı berkən sahibi çıxardır Əli birkən sahibi gəlir Xacə Əfəndi neylərsən? Bunda dibində Xacə edər. Və hey canım, görməz misin bülbüləm? Zərdali ağacında
Mən oraları iştibah oxumuşam, bir də qeydim. Xacə bir kimsənin bəxçəsində bir zərdali ağacına çıxar. Zərdali yerkən sahibi gəlir. Xacə əfəndi neylərsən bunda? Dedikdə Xacə eydər. Bə hey canım, görməz misin bülbüləm, zərdali ağacında otururam dedi. Ötürəm yəni oxuyuram. Zərdali ağacında ötürəm dedi. Baxçavan edər. Baxçavan haman baxçavan. Gedib ehtimalən türkçə olub baxçavan. Baxçavan eydər. Öt baxayım, oxu görün dedi. Xacə başladı tərənnüm etməyə. Hərif gülüb böyle tərənnümü olur dedi. Hərif o adam baxçı sahibi. Gülüb böyle tərənnümü olur dedi. Belə bir oxumaq olar. Xacə eydər. Acemi bülbül bundan ziyade mi ötür demiş. Öter demiş. Acemi bülbül. Bülbül hiç hele taza bülbül olup. Ondan ne intizarım var. Calib idi. Güzel bir gülmezliydi. Xacə eydər. Acemi bülbül bundan ziyade mi öter demiş. Mərhum Xacə Nəsrəddin Əfəndi hər elmdə mahir və hər fəndə kamil idi. Lakin tələbə kəndindən dərs rica etdiklərində quduri dərsi oquruz dərlərsə, bilmirəm quduri nə mənadır. Quduri dərsi oquruz dərlərsə, oqudur imiş. Axır kitab istərlərsə oxutmaz imiş. Bəzilər dərlər ki, quduri oqudurkən kəndinə kəşf-i kəramətə ermiş. Dərlər quduri oxumanın hikməti bu imiş. Rəhmətullah aleyh rəhmətən vasiə. Kitabın axirini buna görə oxuyurdum ki, bəlkə bir tarix qoya burada. Görək ki, bu kitab ha vaxt yazılıbdır, qoyulmayıbdır. Qeydaq kitabın əvvəlinə cinə burada bir tarix qoyublar, amma bu tarixi oxuya bilsək yaxşıdır. Əxz olunmuşdur 1241-ci sənəsində. Onu oxuyuruq, amma burada bir dənə 64 görürəm, onu bilmirəm. 1241-ci sənənin yenə də burada aşağısında bir şeylər yazılıb, amma nə bilmirəm. Uşağın geriyə göndərilmişdir. Belə bir şey, uşaqla geriyə göndərilmişdir. Bunu almışmışlar bir nəfərdən əmanət, bir uşaqla geriyə göndərilmişdir deyə belə bir şey yazılıbdır. Gedək görək ki, bu kitab Xacə Nəsrəddin dedikləri kitab ad Xacə Nəsrəddin. Həman Molla Nəsrəddin olacaq da, Molla Nəsrəddin. Çünki Türkiyədə, Osmanlıda molla sözü ki, Azərbaycanda və İranda işlənir, ona Türkiyədə xoca deyirlər. Raviyan əxbar və naqilan asar və mühəddisan ruzigar öylə rivayət və buyuruzdən hikayət edərlər ki, və bu yüzdən hikayət edərlər ki, Xacə Nəsrəddin Əfəndi bir gün kürsüyə çıxıb, kürsü səndəl üstünə, bir uca bir yerə, kürsüyə çıxıb vəz edərkən etdi. Ey möminlər, mən sizə nə deyəcəyim bilir misiniz? Dedi. Cəmaət etdi. Xeyr, bilmiyoruz. Xacə etdi. Ya siz bilməyincə mən nə söyləyim demiş. Siz bilmirsiniz, mən nə deyim sizə də. Ötürün, gedin, çıxın, gedin evizə. Yenə bir gün Nəsrəddin Əfəndi kürsüyə çıxıb vəz edərkən etdi. Ey müsəlmanlar, mən sizə nə deyəcəyim bilir misiniz? Ki ayrı gündür, sabahsı dedi. Onlar da etdilər. Biliriz. Xacə edər. Ya siz bildikdən sonra mən sizə nə söyleyeyim? Deyib kürsüdən aşağı inib çıxdı getdi. Cəmaət təəccüb edib etdilər. Bir dəxi Xacə vəzə çıxar isə
deyiməyə kimi kimi siz biliriz kimi deyə kiminə kimimiz biliriz kimi siz biliyoruz deməyə qol qərar eylədilər. Aha, vəzçiqarı isə deyə kimsənə kimimiz biliriz, kimimiz bilmiyoruz deməklə qol qərar eylədilər. Bir iddiası desin ki bilirik, bir iddiası desin bilmir. Kimi ki bilir, kimi biz biliyoruz kimi siz biliyoruz dediği. Siz biliyoruz kimi siz bilmiyoruz deməyə qol qərar eylədilər. Nəsrəddin Xacə yenə bir gün kürsüyə çıxdı, etdi. Ey qardaşlar, qardaşlar, ben size ne söyleyeceğim biliyor musunuz? Dediler onlara, dediler. Onlar da ettiler ki kimimiz biliyoruz, kimimiz bilmiyoruz dediler. Xacə etdi, ne güzel varıb bilenleriniz bilmeyenlere örgətsin. Ögrətsin əlbəttə. Biz örgətsin Azərbaycanda deyirik. Ögrətsin demiş. Pəs varıb bilənləriniz bilməyənlərə ögrətsin. Bir gün Xacə Nəsrəddin Əfəndi edər. Ey müsəlmanlar. Bu kitab da yenə nəzərə gələn əl yazısıdır qətən. Bunda şək yoxdur. Amma nəzərə gələn bu da qədimi kitabdır. Amma neçə yüz il bundan qabağın kitabıdır. Onu mən istirdim əvvəlindən oxumaqla bəlkə bir şeylər biləm. Bu əvvəlində də o haqda bir şey yoxdur. Kitabın tarixi bəlli deyil. Amma müsəlmanların içində raic olduğu qədər və bu şəxsiyyət bəzən İmam Cəfəri Sadiqin şagirdi dediklərine görə ola bilər ki, yüzlər il bu adamın deməyək 1400 il, 1300 il deyək ki, bu məsələn 1000 il yaxın o yüz bu nağılların var. İndi bu ha zaman toplanıb, ha zaman yazılıbdır, onu bilmirəm. Amma kitabın yazılması təəssüflə fotokopi olmasaydı adam çox rahat deyə bilərdi ki, bu əl yazı məsələn hara ya kitabın özünün o kağızına baxmaqla da biraz bunları görə bilərdi. Amma fotokopi olduğu üçün bunu görə bilmirik təəssüflə. Evlərinizə qonardı. Evlərinizə və yaxud bacələrinizə qonardı. Qədim zamanlar evlərin pəncərəsi yox idi. İnsanlar da işlədilər, çox zəhmət çəkirdilər. Oğurzat da çox idi qədim. Yəni, oğurluq qədim bir peşə idi. İnsanlar onunla geçinirdilər. Yəni, toplumlar da onunla geçinirdilər. Yəni, bu toplum gedirdi o birisi toplumdan oğurluq elirdi, gətirirdi. Gedirdi onun adamların oğururdu, malını oğururdu, heyvanını oğururdu, gətirirdi. İnsanlar da buna görə ki, evə rahat gəlməsinlər, qapını kiçik qoyurdular, qapının dalısında yatırdılar normalda, qapının dalısına çox ağır bir şeylər qoyurdular. İt saxlırdılar, filan saxlar ki, oğru gəlməsin. Oğrular da bunları başarırdılar da, məsələn, nə bilim, itləri bir şey zat verirdilər, hər halda. O zaman pəncərə yox idi. Yəni, biz şəhərsazlıq deyəndə diqqət eləməliyik tarixə. Pəncərə yox idi, baca var idi. Damın üstündə, ortasında bir cıqqılı dəlik olardı, adına baca deyərdilər. Bu bacanı da normalda gecələr tutardılar bir parça ilə. Amma bunun içində bir uşaq yenə bilərdi, bir arıq adam yenə bilərdi. Mənim özüm yadıma gəlir, məsələn, bəzən məsələn qapı bağlı olmuşdu, nə olmuşdu? Məni oradan sallayıblar, getmişəm içəriyə, məsələn, bacadan. Yəni uşaq idim. O eləyə bilmişəm, oradan yapışıblar, sallayıblar, getmişəm məsələn, aşağıda indi qapı açmışam ya bir şey götürmüşəm, oradan vermişəm filan. Yadıma bu gəlir bacadan düşmağım, amma çıxmağım yadıma gəlmir ki, hardan çıxmışam. Çox uşaq idim, çox uşaq idim. Mənim rəhmətlik Mehdiqulu babamın evinin pəncərəsi var idi. Amma bacası da var idi. Bu baca dediyim kimi hava üçün idi çox.
evdə odun ki yandırardılar. Onun tüstüsü ocaqdan çıxıb evi basmasın deyə o bacanı qoyardılar. Oradan hava gedərdi eşiyə. Taza havada gələrdi. Amma oranı da tutardılar. Soyuqda ya şey olanda oranı da tutardılar ki, evin havası çox da getməsin. Baca ondan, o da zehnimə gəldi. Moçarı Nəsrəddin bir gün kürsüyə çıxdı. Bir gün Xacə Nəsrəddin Əfəndi eydər, ey müsəlmanlar, Tənri Təalaya çox şükürlər edin ki, dəvəyə qənaət verməmiş. Əgər dəvəyə qənaət verə idi, evlərinizə və ya xud bacələrinizə qonardı, başınıza yıqardı, yıxılardı eviz, demiş. Bir gün Xacə Əfəndi bir şəhərdə kürsüyə çıxıb etdi. Ey müsəlmanlar, bu şəhrin havası ilə bizim şəhrin havası biriymiş dedi. Dedikdə cəmaət etdilər, Xacə Əfəndi, nədən bildin? Dedilər, Xacə Eydər, Ağca şəhərdə baxardım, nə qədər yıldızlar vardır, bunda da baktım, o qədər mi demiş, öylədir. Cəlib söz. Şəhər havası biriymiş dedi. Dedikdə cəmaət etdilər, Xacə Əfəndi, nədən bildin? Dedilər, Xacə Eydər, Ağca şəhərdə, filan şəhərdə baxardım, nə qədər yıldızlar vardır, bunda da baktım, öylədir demiş. Elə orada baxdım nə qədər ulduz var idi, burada da baxıram o qədər ulduz var. Ona görə oraya ilə bura birimiş. Xacə bir gün həmmamə girir, baxar görür ki, kimsə yoxdur. Canı sıqılıb, Qəyabaşı söyləməyə başlar. Qəyabaşı bir növ oxumağın adı olacaq hətmən. Canı sıqılıb, Qəyabaşı söyləməklə başlar. Bu kərə sədası kəndinə xoş gəlib, kəndi kəndinə eydər. Bənim böylə xoş sədam olə, xəlq dəxi süfalinə deyib. Səqqalinə deyib, ehtimalən bu səqqal olacaq, sufal olmayacaqdır. Çünki satla yazıbdır. Bənim böylə xoş sədam olə, xəlq dəxi səqqalinə deyib, həman filhal həmmamədən çıxıb, ehtimalən səqqəl olacaqdır. Sədam olə, xəlq dəxi səqqalinə deyib, həman filhal həmamədən çıxıb, toğri bir camiün minarəsinə çıxıb, vaxtlərdə öylə vaxtı oldu, təmcid oxumağa başladı. Bir adam aşağıdan yuqarı baxar, görür ki, bir hərif minarədə vaxtsız təmcid oxur. Eydər, hey nadan, sən də böyle avaz ilə vaxtsız təmcid oxuyursun, dedi. Həman Xacə aşağı enib etdi. Nə ola idi, bir sahibi xeyr ola idi, bu arada bir həmmam yaba idi, bizi bu nadanlıqdan qurtara idi demiş. O adam ki buna deyir nadan, ona gəlir üstünə şayət deyir ki, kaş indi biri hamam düzəldiydi burada, sən mənim səsimi hamamda eşidiydi, görəydi nə qəşəngdir. Nəsrəddin Əfəndinin bir gecə rüyasında əlinə akça verirlər. Yuxusunda əlinə pul verirlər. Sayar bəğər ki, 9 akça Xacə Əfəndi edər. Hələ bari 10 akça edeydin. Görər ki 9'dur yuxuda, sayır görür 9'dur. Deyir ki, bəlkə bunu 10 eləydin axı. Demiş hələ 19 deyib niza edərkən oyanıb baxar görər ki, əlində bir şey yox. Gene gözlərini qıyayıb, əllərin uzadıb götürür, bari yerə 9 olsun demiş. Gözəldir, coşları qəşəhdir. Bununla belə ki, biz uşaqlığımızda bunların bir ayrı cürlərini eşitmişik, amma sevdim, yəni gözəl bir hikayə, fukahi deyirlər farsça, amma gülməcə, çox gözəl gülməcələrdir. Türkiyədə buna şey deyirlər, fikrə.
fiqrə deyirlər, fikrə ya fiqrə, belə bir şey deyirlər. Gedək oradan buradan bir dənə bundan oxuyaq da. Bir gün Nəsrəddin Əfəndi bazarda gəzərkən bir hərifə rast gəlib xacıya etdi. Əfəndi, bu gün in ayın o üçü müdür, yoxsa dördü müdür, dedi. Dedikdə xacə edər. Bilməm bilməm, ay olub satdığım yoxdur. Bilməm, ay alıb satdığım yoxdur demiş. Ayın neçəsidir soruşublar. Deyib ki, mənim xəbərim yoxdur. Ayı alıb satmıram. Görüm ayın qiyməti neçədir. Bir gün Nəsrəddin Əfəndi bir nərdiban ümüzünə alıb, omüzünə. Nərdiban burada işlənibdir. Birinci dəfədir görürüm ki, nərdiban işlənibdir. Bir nərdiban omüzünə alıb, bir bağçanın divarına tayayıb, yukarı çıkar. Sonra yukarı alıp içeri girirken bostancı bunu görüp sen kimsin, bunda ne ararsın dedikdə xacə sürətlə nərdiban yanına gelip etdi. Nərdiban satarım. Bostancı etdi. Bunda nərdiban satılır mı? Dedi. Xacə edər. Bəhi cahillər, nərdiban nerede olsa satılır demiş. Cəlibdir. Sevdim, gözəl, ədəbli. Bir gün xacə bir ciyər alır, evinə gedərkən bir cilaq yuqarıdan süzülüb enər cigəri qapıb. Cilaq bilmirəm nədir. Baxıb görək bu cilaqı nə yazır. Cilaq nə deməkdir? Quş kimi bir şeydir. İndi bu nə mənə olacaqdır? Gedibdir. Aha, burada yazıb ki, bərraq. Cilaq در فارسی ندارد. این واژه نباید با سیگل یا جلا دادن اشتباه گرفته شود. در ترکیه، آذربایجان و ترکیه استانبولی زیلا یا جیلا، سیگل، براق هیچ ربطی به معنای رکیک جلاق در فارسی ندارد. Cilaq farsıda nə mənədir bilmirəm. Hər halda bu hər nədir mənim xəbərim yoxdur. Başda tapmadım nədir. Bəli, məncə bir quşdur yəni bu. Bir cilaq yuqarıdan belki de oğru süzülüp ener, cigəri qapıb qacar. Xacə ardından baxa qalır. Görür ki, olmaz. Həman xacə də səkürdüb bir yüksək yerə çıxıb hərifin biri də cigər almış gedər. Xacə həman varıb hərifin əlindən cigəri qapıb bir yüksek taş üzerine cigar herif eder. Bere xacə, neylersen xacə eder? Acemi cilaq böyle qabardıymış. Acemi cilaq oğru olacaq burada. Acemi cilaq böyle qabardıymış. Böyle qaparmış. Tamam, gedək kitabın ortalarından da bir gün Nəsrəddin Əfəndi yenə işgənə yenib yiyibdi. Yolda gedərkən südükçi gəlir. Südük pişab ya peşav işəmək. Südükçi gəlir. Fəracəsən çıxarıb, fərac aləti tənasüli. Fəracəsin çıxarıb işikən üstüdə qoduqda bir hərif bunu gözədər idi. Hər halda o işin görərkən də filhar fəracə alıb bu duruyu verdi. İşin şimdi bağırmağa başladı. Eşək şimdi bağırmağa başladı. Xacə etdi. İstər bağır, istərsə
çağır, faydası yox. Amma hərif bunların bağırıb çağırdığın eşitdikdə fəracə götürüb yerinə qoydu və qaçdı demiş. Tamam, bunu bilmədim nədir. Çox bunu anlamadım. Bir gün Xacə Qazi ikən 3 dənə adamlar gəlirlər bir xüsus üçün. Amma bunlar bir-birindən gizlicə Xacəyə rüşvət qərar edərlər. Birisi bir hali və birərcə dava benim birisi bir hali və birər ki dava benim üzərimə hökm eylə diyor. Biri də biri bir hali xalça, fərş. Birisi bir hali verər ki davayı benim üzərimə hökm eylə diyor. Biri də 100 quruş verir davayı benim üzərimə hökm eylə diyor. Biri də bir bəltə, nədir bilmirəm. Bir bəltə, bilmirəm nədir, verir davayı benim üzərimə hökm eylə diyor. Bunların üçü birdən Xacənin huzuruna girərlər. Hali verən adam edər, əfəndi, halimə bəqdə mərhəmət eylədir. 100 quruş verən adam edər, əfəndi, yüzümə bəqdə mərhəmət eylə der. Bəltə gətirən adam edər, benim davamı bəltə gibi kəsdir. Xacə, indi sənin hali bilirəm, amma şu adamın davasını bəltə kimi kəsmək qolidir. Lakin şu adamın yüzündən utanırım demiş. Cəlib idi, cəlib idi. Bir gün Xacə birkaç adamlar ilə balıq ovuna giderler. Av hemen, avına giderler. Bir gün Xacə birkaç adamlar ilə balıq avına giderler. Dənizə ağ atarlar. Ağ, tor. Türkçə elə şəbəkə ictimaidə ağ deyirlər. Yəni bu sosial şəbəkələrə şəbəkə yerinə onlar ağ deyirlər. Ağ, tor. Dənizə ağ atarlar. Xacə kəndini ağ içinə atar. Özün atlı şeyin içinə, torun içinə. Eydərlər, deyərlər, əfəndi, neylədin? Dedilər, Xacə Eydər, ben kendimi balık sandım demiş. Ben özümü balık fikir elədim. Çox gözəl, anlamlı bəzi hekayələri vardı. Adam özün yadından çıxadıb ki, mən adamım, özünü balıq fərz edibdi. Biz özümüzü Fars ya İranlı fərz elədiyimiz dəqiqən o cür bir şeydir. Özü də özümüzü meydana atırıq da, biz İranı qorumalıyıq məsələn. O da özün balıqdır, özün balıq fərz edilir, atır suyun içinə. Hava tutur, yəni bəzən bizi də hava belə tutur. Bir gün Xacə bir əcəmi bərbərə təraş edərkən hər üstürə ülgücü necir diyeyim dostlar bilsinlər, onlar ki bilmirlər. Qədim tiğəni, deyək tiğə yox. Yəni tiğə deyəndə hamı bilir nədir? Üz təraş eləyirik bunun qədim bu yox idi. Nazik dəmir olurdu. Bu nazik dəmiri o qədər sürtüldülər ki, bu o qədər şey olurdu ki, kəsərli olurdu ki, üzü kəsə bilirdi. Başını tüküncədən ondan şey eləyə bilirdilər, qırxa bilirdilər. Bunu da, buna görə ki, əldə tutsunlar, bir dənə ayrı bir bıçaq kimi bir şey vardı, onun içinə soxurdular. O orada qalırdı, orada möhkəm dururdu, onun dəstəsindən belə dəstəsi olurdu, bıçaq kimi. Onu yapışırdılar, vurdular, ona ülgüc deyirlər. O da Türkiyədə ona üstürə deyirlər. Bir dənə da serial var, üstürə. Çox cəlibdir. Dostlara deyərəm, bunu əcr istəsəz, baxın, gülməlidir, eyni halda yaxçıdır və milli ruhludur. Yəni, Osmanlı dövrünə bir serialdır, dizidir. Bir gün Xacə bir əcəmi bərbərə təraş edərkən hər üstürə çaldıqda başın kəsər idi. Hey, elə bu tiğəni çəkikdən yaralır. Kəsər idi. Məgər hər kəsdiyi yerə pənbə yapışdırır imiş.
Hər yerdə kəsib ora bir pambıq yapışdırıb. Pambıq deyirik. Biz pəmbə deyilir. Yapışdırırmış. Xacə bir bərbərə edər. Yetər be hey Adəm başımın yarısına sen pəndə əktünü bəndə yarısına kətənəkəyim demiş. Sen benim başımın yarısına pambıq əkdin, qoy mən də yarısına kətənəkim. Calib. Çox calib, sevdim. Kitabın sonuna gəldik. Xacə bir gün Xacə bir kimsənin büqçəsindən bir zərdali ağacına çıxardı. Zərdali, tamam bunu oxumuşduq, fikir edirəm ki, əvvəldə oxumuşduq, amma burada da aynısını yazıbdır. Oxuduq, bunu oxumuşduq, burada təkrar olub. Ehtimal verirəm ki, bunu əvvəldə oxumuşduq. Zərdali. Görüm təkrar olub ya yox. Bir yerdə oxumuşdum. Bəlkə də ona oxumuşdum, tuzlaşlar oxumuşam, amma onun oxumasında hətmən belə bir şey. Ya, amma əvvəlində idi, kitabın əvvəllərində idi, o yadıma gəlir. Nəsrəddin Əfəndi bir gün bir bostana girib biraz xavuc, ehtimalən həvic deyirik, onu xavuc deyirmişlər və biraz şəlğəm hər nə bulduysa yolub birazın cüvalə qoyub və birazın qoynuna qoyarkən qoyun bura olur. Bura qoyun deyirlər. Qədim paltarların burasına qoyun deyirlər. Elə indi də o da qoynuna qoyub. Harasını itirdim. Qoynuna qoyarkən bostancı gəlib bunu tutub sən bunda nə ararsın dedikdə Xacə şaşırıb bir cavab bulamayıb etdi. Gecənlərdə bir şədid rüzgar əsdi. Gecənlərdə bir şədid rüzgar əsdi, yel əsdi. Əsdi idi, o rüzgarını gətirib bunda etdi dedikdə o rüzgar gətirib bura qoyub məni. O rüzgar bəni gətirib bunda etdi dedi. Dedikdə bostancı etdi. Ya bunları kim yoldu Xacə etdi? Bunları kim yoldu? Xacə etdi. Rüzgar gayet şədid olmaq ilə bəni şundan şuna urdu. Nəyə yapışdım isə bütün əlimdə qaldı. Bostancı etdi. Ya bunları cüvara kim doldurdu? Dedikdə işte bəndə ol fikirdəyim, sən də gəldin demiş. Deyir, mən də bunu fikirlirdim ki, nə oldu, bunları kim doldurdu? Calim idi, bu da calim idi. Sevdim. Hər halda bu günləri iki kitab oxuduq. Bu da 48 səhifə, yəni 96 səhifə. Adı, tarixi, hissadı bəlli deyil, amma çox gözəl bir fikrələrdən ibarətdir. Sevdim, gözəl xətt ilə yazılıb, əl yazı ilə yazılıbdır və çox gözəl lüğətləri də burada cəlbdir. Bugünkü kitab, hətta o əvvəlinci kitab ki oxuduq, roman 3 cildlidir, biz onun 3-cü cildindən bir neçə səhifə oxumağa çalışdıq. O da çox gözəl kitabdır. Mən orada bir kəlmə gördüm ki, indi yazmışam, amma yadımda deyil ki, nə idi? Gözgav. Gözgav türkcə sözdür. Dəlil və illət yerinə işlənirmiş. Gözgav. Umarım ki, yadımızda qalsın. Dostlar, bu kitablar bizə türkünün ərəbcədən öncə işlədilən kəlmələri bizə öyrədir. Yəni, istəyək dilimizi doğru öyrəşək, bu kitabları oxumalıyıq. Bu bizə deyir ki, illət yerinə güzgav, gözgav da hətta, gözgav ya güzgav deyə məsələn bunu öyrədir. Hər halda çox türkcə kəlmələrin bir çoxun burada yavaş-yavaş adam öyrəşir. Yəni o ərəbcə, farsca, ayrı dillərdən
nə bilim ingiliscə, fransızca, almanca bunlardan gəlibdi dillərimizə, rusca bunlardan gəlib dillərimizə. Bunların yeri bizim dilimizdə var. Mənim bir çox hörmətli dostum var, deyir, əgər bir sözün, bir nəsnənin bizim dilimizdə adı yoxdursa, o yoxdur. Çünki o bizim dilimizdə adı olmalıdır. Olmasa yoxdur. Biz onu tanımamışıq. Çünki biz hər şeyə ad qoymalıyıq və onun üçün bizim dilimizdə hər bir sözün türkçəsi var. Amma biz onu təəssüflə məsələn ərəb dilinin ya o birisi dillərin, farscanın, ruscanın, ingiliscənin, fransızcanın, almanca bunların dillərin kölgəsində qalmışıq. Beynimiz onlarla yığılıbdır və biz o cəhalətin bir tərəfdə odur. Öz dilimizə cahil olmuşuq, özgə dili ilə danışmağa iftixar edirik. Bu da cəhalətin bir tərəfidir. Hər halda bir cür gözəl gün idi. Bu günləri iki kitabla tanış olduq. Biri roman idi, biri də Molla Nəsrəddinin fikrələri idi. Çox sevdim, güldüm mən özüm. Siz də oxuyun, bunları gülün. Hərdən gülmək lazımdır. Beləliklə bu günü başa çatdırırıq. İnşallah Allah ömür verirsə, minnət qoyursa, lütf elərsə, bir ayrı gündə, bir ayrı kitablarla tanış olmağa və cəhalət mühəndisliğindən daha çox uzaqlaşıb, Türk dünyasının yaratdığı uyğarlıqla, dil ilə, düşüncə ilə, anlayışla, görüşlə tanış olub və gələcəyi yaratmaq ümidi ilə özümüzün milli düşüncəmizi yaratmaq ümidi ilə düşmənlərdən ümidimizi, gözümüzü, düşüncəmizi, əqlimizi, anlayışımızı, öyrənməklərimizi kəsməklə və özümüz yaradıcı gücə malik olmaqla bu ümidlə